Sizcə Azərbaycanda yoxsa Amerikada daha az siqnaldan istifadə edirlər? Bunu test eləmək üçün gəlin Azərbaycana da gedək, burada da yoxlayaq. Olmasa bir saat gözləməyək də, çünki burada səhvliklə belə olsa siqnal verirlər, yəni. Bir dənə tanışımı çağırım Azərbaycanda siqnal versinlər. Özüm çıxım yola bəlkə, cəmaət siqnallasın. Sən siqnal verərdin, heç olmasa. Keşdə biriniz qabağınıza keçin də, birinizin araya girin də, siqnal verin. Görürsən Azərbaycanda nə işlər olacaq, yəqin bir 3-4 dəqiqə olar. Onu niyə siqnal vurmuşsunuz? Ay lom, telefondan başını qaldır, yola bax deməliydik ona biz. 10 dəqiqə oldu, hələ də bir maşın belə siqnal vermədi. Mən artıq burada sonlandırıram. İndi isə gəlin keçək, görək Azərbaycanda nə qədər sonra siqnal veriləcək. Sıra gəldi Azərbaycana, Bakıdayıq, 28 molun tam qarşısında və bu cümləni deyərkən hələ öncə siqnallayırlar. Sayğacı başladıram. Sayğacın birinci saniyəsi siftə eləməmiş. Ritmik. Hər cümləmdə bir gəlir. Sürücülərimizə mən təzədən şans vermək istəyirəm. Ona görə də sıfırladım və təkrar başlat edirəm. Təşəkkürlər. Videoya qatqılarınız üçün çox sağ olun. Nəysə 28 molun yanından gedirik, amma gedərkən bir dənə də bir şans vermək istəyirəm. Deyirdim ki... Amma bizdə simfoniyadır da, siqnal deyil. Bəli, mən bu harmoniyanı sevirəm. Daha sakit bir şəhər üçün mənasız siqnallar verməyək.